Salam hörmətli yoldaşlar. Əgər sizdə də belə bir problem çıxırsa, narahat olmağa dəyməz. Çox asan üsulu var bunun. Demək, daxil oluruq C diskinə. Program Files x86 yazılan qovluğa daxil oluruq. Buradan Microsoft qovluğuna, buradan Edge Application. Burada rəqəmlər sizdə müxtəlif ola bilər, narahat olmağa dəyməz. Daxil olandan sonra bax, burada gördüyünüz faylı silmək lazımdır. Niyə silmir? Çünki proqram məndə açıqdır. Bu səbəbdən silmir. Bunu indi bağlayaq. İndi silək. Sildi və salam. İndi proqrama təzədən daxil oluruq. Burada sadəcə bir fərq var ki, son gördüyünüz işdən ana ekranda görsənməyəcək AutoCAD-da. Amma buradan çox rahatlıqla istədiyiniz faylı əlavə edib baxa bilərsiniz. Gördüyünüz kimi bu problem artıq bitmişdir. Təşəkkür edirəm.